Ay, doktor, akşamın xeyir, akşamın xeyir. Akşamın xeyir qardaş. Bu benim belimde sinir var. Yaman ağrıyır. Onu ne kadar bilərəm, ay doktor. Neçə yaşın var? 74. Ağrı neçə əldə var? Hay? Ağrı neçə əldə var, ağrın belindəki ağrı? Ağrı bir əmələ gəlibdi. Aha. Belindən, təkcə belindədir mi ağrı, yoxsa ayağına da vurur mu? Özümün də şəkər xəstəliyim də var. Ağrı da bir elə oldu ki, yerdən qalxanmadım. MRT-də da getdim elədim. Dedilər sinirdir səndə. Şəkər neçə olur sizdə? Şəkər 220, nə bilim 200, 230. İnsulin qəbul edirsənmi? Yox, dərman qəbul edirəm, musiqi yox. Və dərmanın gücü çatmırsa, o şəkər bütün damarlarını yiyəcək axı. Əgər şəkər düşmürsə tabletlərlə, mənim sizə məsləhətim budur ki, mütləq insulin vurdurun. Tabletlərin biri gözə ziyan eləyir, biri böreyə ziyan eləyir, biri qaraciyərə. İnsulinin heç nəyə ziyanı yoxdur. Əgər düşmürsə, gələcəkdə əziyyət çəkməmək üçün məsləhət görürəm ki, insulindən istifadə elə. Belin üçün deyim, bir resept deyim sənə. Yaxşı kişisən, qoy sənə bir resept deyim. Götürürsən, bir xörək qaşığı duz. Dəniz duz olsa daha yaxşıdır, olmasa bir xörək qaşığı duz. Bir xörək qaşığı xardal tozu. Bir xörək qaşığı bal. Bir yumurtanın ağı və 2 xörək qaşığı spirt. Olmasa araq da olar. Qarışdırırsa, qarışdırandan sonra onu yaxma kimi düzəldirsə, həmin ağrıyan yerə belinə çəkirsən, üstündən striç, salafan qoyursan, üstündən də yun şalla bağlayırsan və qalır orada. Bir saatdan sonra aça bilərsən. Yandırmırsa 2 saat, 3 saat, nə qədər deyirsən ki, yandırsa 40 dəqiqədən artıq saxlama. Yandırmaz. Ancaq elə hiss eləsən. Yəni, elə birinci gündən effektini hiss eləyəcəksin. Onu diz ağrılarında da eləmək olar, oynaq ağrılarında da eləmək olar. Kürək ağrılarında, boyun ağrılarında da həmin reseptdən istifadə eləmək olar. İndi resept dedim, görəcəksin. Burası yadımdan çıxdı, orası. Heç kim deməyəcək ki, bu efirə baxım, oradan onu götürüm. Eybi yoxdur. Deyəcəm, narahat olmayın. Tək ki, ağrılardan uzaq olun. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Təşəkkür edən dostlara minnətdaram. Dediyim kimi, elə oynaq xəstəliklərinə resept dedim, oynaq xəstəlikləri də çox geniş yayılıb.